İndi isə biz model view haqqında danışacağıq. Öncəki videolarımızda report view, table view haqqında danışdıq. İndi isə model view haqqında danışacağıq. Report view-da bildiyi ki, biz vizuallar hazırlaya bilərik, yəni hesabatı qura bilərik. Table view-da ümumiyyətlə table'ların içərisini görə bilərik, məlumatlarımızı görə bilərik. Model view-da isə biz cədvəllərin bir-biri ilə necə əlaqələndiyini və modelin necə idarə olunduğunu öyrənəcəyik. Deməli, ilk olaraq model view hissəsi gördüyünüz kimi bu sol paneldə yerləşir, üçüncü əmrimizdir. Və burada biz cədvəllərimizi qutu şəklində görürük. Yəni sətir və sütur şəklində görmürük. Bizim hazırda layihəmizdə 3 dənə table var. Customers, Products və Sales cədvəlləri. Customers cədvəli bildiyimiz kimi bizdə müştərilərin məlumatlarını saxlayır. Products bizdə məhsul məlumatlarını saxlayır. Sales isə satış məlumatlarını saxlayır. Biz burada görürük ki, hər bir cədvəlin adı qutunun üst hissəsində görünür və onun altında isə cədvəlin sütunları görünür bu şəkildə. Daha sonra biz Model View interfeysi ilə tanış olsaq, bu hissədə biz bu səhifənin adı görünür. Daha sonra burada sağ alt tərəfdə biz zoom görünür. Bunun vasitəsilə yaxınlaşdırıb uzaqlaşdıra bilərik. Bu nə vaxt kömək olar bizə? Modelimizdə ola bilər ki, onlarla, yüzlərlə cədvəl ola bilər və bunlar hamısı eyni anda burada görünməyə bilər bu pəncərədə. Ona görə də bunu yaxınlaşdırıb uzaqlaşdıraraq bunların hamısını eyni anda görə bilərik və axtardığımız cədvəli daha rahat tapa bilərik. Daha sonra sağ tərəfdə bizim table'larımızın adları görünür və bunların üzərinə basaraq burada properties hissəsində onlar haqqında da məlumatları seçə bilərik. Daha sonra biz qutunun üzərində boş bir yerə basıb həmin qutuların yerlərini dəyişə bilərik cədvəllərin. Məsələn, satış cədvəlimizi bu şəkildə ortada, products və customer cədvəllərini isə kənarlarda saxlaya bilərik. Bu sadəcə bizdə görünüşə təsir edir. Yəni cədvəlin heç bir məlumatını dəyişdirmir. Cədvəllər arasındakı əlaqələrə təsir etmir. Sadəcə olaraq görünüşə təsir edir. Daha sonra model view-un əsas üstünlüklərindən biri də məhz əlaqələrin vizual şəkildə görünməsidir. Hazırda gördüyünüz kimi cədvəllər arasında heç bir əlaqə yoxdur. Yəni heç bir əlaqə qurmamışıq. Bu əlaqələri növbəti dərsdə keçəcəyik. Hazırda isə əlaqələr yoxdur və bu şəkildə model view-un interfeysi ilə tanış olduq. Bu videoda nə üçün istifadə olunduğunu, model view-un nə olduğunu gördük. Növbəti videolarda isə cədvəllər arasında əlaqələri, yəni relationship-ləri, əlaqələrin necə qurulduğunu, primary key, from, foraging key və s. bunlar haqqında ətraflı danışacağıq.